Bugün vlog çəkmək istədim. Bütün imtahanları, boxça əməkdaşlığım hazırdım. Çalxam göstərmək istəyirəm. Hədiyyəsinin olduğunu görə biləsiniz. Kekodan başlamaq istəyirəm. Diğer videolarda görüşmək üzrə. Hamınıza salam, bizim kanalıma xoş gəlmişsiniz. Bugün sizlərə bir günümü vloglayıram. Kısaca bugün nələr edəcəm hamısını vloglamaq istəyirəm. Çünki daha çox aktiv olmaq istəyirəm. Çünki aktivliyim yoxdur. Demək olar ki, yox kimi bir şeydir. Amma bunu qəbullanıram. Ona görə özümün bir motivasiya qaynağı olaraq bugün vlog çəkmək istədim. Və bugün kanala bir vlog yüklədim. Qıza unudulmaz 2 gün keçirdik. Boxça əməkdaşlığım və bir masterclass var idi. Çox gözəl keçmişdi. İnsə gedirəm artıq hazırlaşmağa, çünki gecikirəm. İlk olaraq dırnaqlardan başlayacağıq, çünki dırnaqlar artıq ölüb. Yoxdular. Bütün imtahanları və çətin yolların hamısı mənə bir yerdə sual çatdırdı. Bütün imtahanları bitirdik, amma hələ də dırnaqlarım yaşayır. Yıkılmadım, ayaqlarım buna deyirlər deyəsən. Bu əlimdə heç bir problem yoxdur, salamatdır da, yəni biraz rəngi və s. ölüb. Bu əlimdə 2 dənə yaralımız var. 2 deyib 1 göstərməm. Bir bu qırılıb, bir də bu qırılıb. İlk olaraq yəni dırnaqlardan başlayacağıq. Ondan sonrasını artıq deməyim də sürpriz olsun. Vlog gedişatına görə hər bir şey görəsiniz. İnsana keçirəm artıq make-up. Mən artıq hazıram, çıxıram görmüş olduğunuz kimi. Hər şeyim hazırdır. İndi isə artıq çıxıram, çünki gecikmək istəmirəm. Ondan əlavə dedim, kombini göstərdim. Aksesuarlarım normal, həmişəki aksesuarlarımdır. Burada qolbaqlarım var. Sırqalarım, sepim və saldım. Belə. Fabrikamın hədiyyəsini aldım buradan. Belə. Fabrikamın hədiyyəsini belə aldım. Hazırdır. Əlavələr də eləyəcəm içinə. İnsə gedirəm digər rəfiqəmin hədiyyələrini almağa. Çünki ikisində demək olar ki, çox yaxın vaxtlarda ad günüdür. Birin 16-sı, birin 25-idir. Bugün də avqustun 12-si dedim, ikisinkini eynən alım. Sonra rahat olsun. Arzumdan da bir neçə əlavə elədim. Attım Kikon paketinin içinə sadəcə. Bilməm, buradan göstərə bilmirəm, amma evdə yox. İkisinə gedib göstərəcəm evdə. Biz artıq dırnağa gedirəm. Bunların hamısı aldım. İnsə gedirəm dırnağa. İndi sessiz aldıqlarımı göstərmək istəyirəm. İlk olaraq Kekodan başlamaq istəyirəm. Çox qəşəng bir fikir tapmışım. Burası bağlıdır deyə buradan çıxardıb sizə göstərəcəm. Nə də olsa bunlar sizə göstərilməlidir. Deməli, burada amma təkcə Keko deyil, burada eyni zamanda Arzumdan da aldığım var. Arzumdan deməli belə bir gloss almışdım. İlk budur. Bir də Kekodan belə bir liquid highlighter. Bunu sizə açıb göstərə bilərəm. Belə tip olaraq. Çox gözəl qablaşması var. Belə. Aldığım 01 nömrəsidir. Bu şəkildə deyənim. Gördüyünüz kimi bir rəfiqəmin hədiyyəsi bu şəkildə idi. Digər rəfiqəmin hədiyyəsi isə siz tanıyırsınız. Çünki keçən vlogda bir yerdə çox gözəl bir 2 qız vaxt keçirmişdik. O vloqa da baxa bilərsiniz. Çox maraqlı keçmişdi 2 günümüz və onun hədiyyəsini amma çəkə bilmədim. Necə çəkə bilmədim? Çünki Yağmurun ad günü 16-sı idi və mən artıq onun hədiyyəsini vermişəm. Ona görə də ona dedim ki, mənə belə bir 3-4 saniyəlik görüntü atsın ki, en azından hədiyyəsinin olduğunu görə biləsiniz. Onu da buralara qoyaram. Yağmurda çox istədiyim bir dənə kosmetika var idi, onu aldım. Çantada deyə bilərəm. O da çox bəyəndi hədiyyəsini. Yəni bu vlogda bu şəkildə keçdi. Ümid edirəm ki, bəyənmisiniz. Kanala abunə olmağı, videoya like və yorum atmağı unutmayın. Sizləri sevirəm. Digər videolarda görüşmək üzrə.